Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə əvvəlki illərdən fərqli olaraq bu ilki Ramazan bayramı namazında iştirak etməyib. Teleqraf məlumatlı mənbələrdən əldə etdiyi məlumata görə buna səbəb Allahşükür Paşazadənin səhhətində problemlər yaranmasıdır. Hazırda Qafqaz Müsəlmanları İdarə sədri onurğa sütununda yaranan ağrılardan əziyyət çəkir. Belə bir vəziyyət onun hərəkət qabiliyyətinin qismən məhdudlaşmasına səbəb olub. Buna görə də dini lider bayram namazına qatıla bilməyib. Əlavə edək ki, bugün Azərbaycanda Ramazan bayramıdır. Bakının Əşdərbəy məscidində bayram namazı idarə sədrinin birinci müavini Müftə Hacı Salman Musayevin imamətliyi ilə qılınır. Təzəpir məscidində isə bayram namazına ad çəkilən ibadət ocağının imamı Hacı Faiz Nağzadə rəhbərlik edib. Qeyd edək ki, Allahşükür Paşazadə 1949-cu il avqustun 26-da Lənkəran rayonunun Cıv kəndində doğulub. O 1980-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin sədridir.